Salam. Nə vaxtı təbiətin seyrinə çıxmırdım. Baxdım, gördüm ki, yarpaqlar saralıb. Əksəriyyəti də tökülüb. Bax, fikir verin yerə. Qərara gəldim ki, bu mənzərəni çəkim, sizə də göstərim. Fikir verin yarpaqlara. Bilirsiniz də bunda hansı proses gedib. Əvvəl yaşıl rəngdə idi. Xloroplastlara malik idi. İndi temperatur aşağı düşübdü deyimlə. Xlorofil dağılıb, xloroplastlar dağılıb. Ona görə də xromoplastlar üzə çıxıbdı. Yəni xloroplastlar, xromoplastlar çevrilibdi. Bu da təbiətin bir hadisəsidir. Payız hadisəsi. Külək olduqca bu yarpaqlar saplağa qarşı qırılıb torpağa tökülür. Görürsünüz, saplağı bir dənədir və bir ayadır. Qeyd eləmişik ki, bir saplaq və ayadan ibarət olan yarpaqlara sadə yarpaqlar deyilir. Fikir verin. Adamın gözünü oxşayır. Yəqin ki, onu da bilirsiniz də, insanın gözündə ən çox görünən sarı və yaşıl rənglərdir. Yəni bizim görmə qabiliyyətimizdə sarı rəngi görmək, bir də yaşıl rəngi görmək üstünlük təşkil eləyir. Fikir verin. Amma bunlar hələ ortadadır deyimlə bu ağac. Buna soğuqlar hələ təsir eləməyib, öz yaşıllığını itirməyib. Amma kənarda küləklə təmasda olan yerlərdə artıq yarpaqlar saralıb. Yarpaqların tökülməsi həm də bitki üçün qoruyucu bir funksiyadır. Bu qədər, sağ olun.